Hepinizi salamlayıram. Mən bir ilk onlayn hazırlığı mərkəzinin Azərbaycan və Ədəbiyyat müəllimi Qalib mənim. Bu günlər sizlərlə blok imtahanına düşmüş testlərdən bir neçəsi izahına birlikdə baxacağıq. Demək, lövhəmizə baxırıq. Birinci sualımıza fikir verək. Dünyada saadəti, birlik və qardaşlığı bütün xalqlar, millətlər bərqərar etməlidir. Cümləsində, nümunəsində həmcins cümlə üzvlərini tapın. Bax, bunun üçün də biz həmcins üzvlər mövzusunu bilməliyik, təhlil edirik. Deməli, bərqərar etməlidir. Kim bərqərar etməlidir? Millətlər, xalqlar, hansı xalqlar? Bütün, təyin. Dünyada, arada, dünyada, məkan olaraq, zərflik, nəyi? Saadəti, tamamlıq, nəyi? Birliyi, tamamlıq, nəyi? Qardaşlığı, tamamlıq. Bizdən də soruşmuşdu ki, həmçin cümlə üzvlərini tapın. Bəli, artıq göz qarşısındadır. Burada saadəti, birliyi, qardaşlığı, tamamlıq və xalqlar, millətlər, mübtədaların həmcinsdir. Mübtəda. Demək, 1 və 3 bizim cavabımız olacaq. E variantı. Görürsünüz, çox sadə bir mövzudur. Bunun üçün biz təhlil etməliyik ki, oradan asanlığı tapaq. Keçən növbəti sualımıza. Hansı cümlələrdə qrammatik norma pozulmayır? Şərtə diqqətli olmaq lazımdır. Şərti düz bilmək, demək olar, testin yarısını həll etməyə bərabərdir. Qrammatik norma. Qrammatik norma nə idi? Qrammatik norma biz bilirik ki, qaydalardır. Əgər qayda pozulubsa, qrammatik norma da pozulmuş sayılacaq. Baxırıq birinci cümləyə. Görünür uzaqda kasıb daxmalar. Biz də bilirik ki, xəbər cümlənin əsası sonunda gəlir də, düzdürmü? Amma burada baxsaq, görünür xəbər götürürlər, əvvələ verirlər. Deməli, bu bizim yanlışımızdır. Bu lazımdır, səhvdir. Çünki xəbər əvvəldir, qrammatik norma pozuldu. Yəni, sözlərin düzgün sıralanması, cümlələrin düzgün sıralanması qaydası pozulmuşdur. İnversiya var. 2. Uşağın sifəti qızarmışdır. Normal cümlə. Bu bizə lazımdır. Uşaqların çoxu bu fikrə etiraz edirdilər. Fikir verin. Etiraz edirdilər xəbərli. Mübtəda uşaqların çoxu. Uşaqların çoxu təkdə deyil, larlər yoxdur. Amma burada larlər var. Bu da səhvdir. Yəni, mübtəda ilə xəbər uzlaşmayacaq. Bu da səhvdir. Kəmiyyətə görə uzlaşmayacaq. 4. Uşağı evə gələndə gördülər. Uşaq evə gələndə gördülər. Cümlədə problem yox. Götürək. Pozulmayan istəyirlər. 5. Səninlə necə danışmalıyım? Səninlə necə danışmalıyım? Tamamlıq, zərflik, xəbər. Düzgün cümlədir. Problem yoxdur. Götürək. Baxaq sonumuz cümləyə. Bir neçə illərdir ki, onu görürəm. Aha, diqqət. Bir neçə nədir uşaqlar? Say və say. Bir neçə sayından sonra isim neydə gəlməlidir? Təkdə. Amma burada neydə gəlir? Cəmdə. Bu qaydanı pozmuş olacaq. Deməli, cavabımız olacaq 2, 4, 5. Qrammatik normadır bu. Siz də uşaqlar bizim onlayn dərslərimizə qoşulmaq üçün yuxarıda qeyd olunan əlaqə nömrəsi ilə əlaqə saxlayaraq, WhatsApp üzrə əlaqə saxlayaraq, TikTokda, YouTube'da, bütün platformalardan var artıq bizim onlayn təhsilimiz. Dərslərimizə qoşula bilərsiniz. Dərslərimiz əsasən avqust ayından başlanacaq. Yerlərimiz azdır, qiymətimiz hamıya uyğundur. Əlaqə saxlayıb qeydiyyata düşə bilərsiniz.